Hər biri digərinin mərkəzindən keçən 2 çevrə üçün AMB 240 olduğunu ispat elədir. Düzdür? Deməli, deyək ki, nasıl olar? Birinci özümüzdən yazaq. Bax, bu çevrənin nə idi? Radiusu, düzdür? Bax, burada çevrənin radiusu deyilmi? Əgər bu çevrənin radiusudursa, bu çevrənin radiusudur, həm də bu çevrənin radiusudursa, deməli, bu çevrənin radiusları bərabərdirmi? Yaxşı. Bu biri çevrənin də radiusu bu döyümü? Deməli 60 dərəcə. Deməli, bu işbucaq nə tər işbucaqdır? Bərabər. Tərəfli olan bərabər tərəfli işbucaqdır. Bərabər tərəfli işbucağın aydın bütün uzaqlar nə olur? 60'dır. Əla. Getdim indi bu bir işbucağa. Aşağıdan deyil. Yenə burada deyirəm, bu çevrənin radiusudur. Bu çevrənin də radiusudur, bu çevrənin də radiusudur. Sonra bu çevrənin nə idi? Radiusudur. Yenə bərabər tərəfli işbucaq əmələ gəlir. Yenə bərabər tərəfli deyir, bütün bucaqları 60, 60, 60. O da daxilə çəkilmiş. Bəli, indi bu işbucaqdan danışıram. Daxili bucağım 60, 60, 120-dirsə, qövsümüz nə olar? 240. 240. Çox əziyyətsiz, rahat, sadə ispat. Köçürək tez.